şərəf, həm də məsuliyyətdir. Ürəyimdə Heydər Əliyev haqqında deyiləsi sözlərim çoxdur, xatirələrim sonsuzdur. Bir Azərbaycan xanımı, bir mədəniyyət işçisi kimi fəxr edirəm ki, Heydər Əliyevin rəhbərliyi dövründə mən də öz sahibində çalışıb xalqımıza bəhrələr vermişəm. Mən xoşbəxt bir insanım. Dünya şöhrətli bir dahiyim. Ədəbiyyatçılar prezidentimizlə, övladlarımla, kollektivimlə birlikdə 3 dəfə canlı görüşlərim olub. Hər dəfəsində də Heydər Əliyevin dərin zəkasının, yüksək yaddaşının heyranı olmuşam. Onu bir ata kimi çox sevmişəm və bugün də sevirəm. Onunla olan xatirələrimiz əbədi olaraq qəlbimizdə yaşayacaq. 102 il bundan öncə 1923-cü ilin may ayının 10-unda Naxçıvan şəhərində Fəhlə ailəsində Əlirza ata ilə İzzət ananın ocağında bir oğul övladı dünyaya gəldi. Bu alagöz, sarışın uşaq gələcəkdə Azərbaycanın şöhrətini ucaldacağından heç kəsin xəbəri yox idi. Ona Heydər adı verdilər. Belə bir rəvayət var, deyirlər ki, Allah yer kürəsini millətlər arasında bölüşməyə başlayır. Bütün millətlər tələskənlik edib öz ərazilərini alır. O vaxtlarda, elə indidə də, indinin özündə də işini səbirlə, təmkinlə görən Azərbaycan xalqı gecdən gecə Ulu Tanrının hüzuruna gedib özü üçün məskən istəyir. Millətin səbrini, dözümünü xoşlayan Tanrımız buyurur ki, mən özüm üçün bir cənnət güşə saxlamışdım. Siz milləti xoşladığım üçün öz məskənimi sizə halal edirəm. Allahın bizə verdiyi cənnət güşə Azərbaycandır. Azərbaycan babaların əmanətidir. Heydər Əliyev isə Azərbaycan adlı əmanətin etibarlı dayağıdır. Heydər Əliyev və Azərbaycan. Qürur və şərəflə səsləndirilən ən müqəddəs iki ad. Azərbaycan, Heydər Əliyevin ülvi dünyası, ömrünün mənasıdır. Heydər Əliyev deyəndə 3 məşhur şəxsiyyətin siması gözümüzdə birləşir. Birincisi, Azərbaycan Komünist Partiyasının birinci katibi Heydər Əliyev. İkincisi, SSR Nazirlər Sovetinin sədrinin birinci mavini Heydər Əliyev. Üçüncü isə Azərbaycan prezidenti Heydər Əliyev. O, 1969-cu ildən 1982-ci ilə qədər Respublikamızın rəhbəri vəzifəsində çalışır. 1982-88-ci illərdə Moskvada çalışır. 1993-cü ildən isə Azərbaycan Respublikasının prezidenti seçilir. O, yenilməz sərkərdə kimi vətəndaş müharibəsinin təhlükəsini böyük cəsarətlə aradan qaldırıb, xalqımızı xilas edib. Əlbəttə, Heydər Əliyev haqqında çox danışmaq olar və ilk musiqili təbrikimizi biz Şəmkir rayon 7 illik musiqi məktəbinin xor kollektivinin ifasında